Universitetdə belə deyək də, ixtisaslı dərslər hansı dərəcədə uyğun olur sizdə? Yəni bütün dərslər sən düşünürsən ki, sənin ixtisasına uyğundur və artıq gələcəkdə bu dərslər həqiqətən də sənin üçün faydalı olacaqmı? Birinci, ikinci kursda adətən qeyri-ixtisas fənləri tədris olunurdu bizlərdə və nə deyim, yalan deyim, yəni niyə mən bunları oxuyuram, mənim nə işimə yarayacaq deyə çox sorğuluyurdum. Məsələn, tarix, ədəbiyyat, klassik musiqi, Şekspir və sair. Onları da keçmisiniz hətta. Bəli, Yəni bəli. maraqlı. Əslində bu inkişaf üçün çox, yəni indi düşünəndə yaxşı keçmişəm, artıq məlumatlanmışam, daha dünyagörüşlü olmuşam deyə düşünürəm, amma o zamanlar çox belə sıxıcı gəlirdi həmin dərslər mənə. Amma indi artıq 3-cü kursam və bütün fənlərim ixtisas fənlərimdir. Şəxsiyyət psixologiyası, inkişaf yaş psixologiyası, ailə psixologiyası və yəni psixologiyanın müxtəlif qolların tədris olunur və hər biri də əslində bir-biri ilə əlaqəlidir. Yəni həqiqətən də lazımlı, yəni necə deyərlər, Sən belə deyək də seçdiyin ixtisasda vacib olan fənlər. bəli, düzdür? hamısı. Bəli. Nə gözəl. Bəs müəllimlərlə tələbələr arasındakı vəziyyət necə? Yəni müəllimlər sizə həqiqətən dəstək olurmu? Bu ola bilər iş tapmaqda, ola bilər sizin hər hansı bir researchunuzda köməklik edə bilər. Ümumiyyətlə müəllimlərlə tələbələr arasında və sizin ixtisasın belə deyək müəllimləri ilə olan münasibət mənə maraqlıdır. Xəzər Universitetinin sevdiyim cəhətlərindən biri budur ki, adətən gənc kadr olur, gənc müəllimlər olur və onlar bizimlə daha yaxşı empatiya qura bilirlər və bizim tənqidi fikirlərimizə açıq olurlar, bizimlə müzakirələrə açıq olurlar. Yəni həm sinfi ələ ala bilirlər, həm də dost münasibəti qura bilirlər bizlərlə və buna görə də həm fikirlərimizi rahatlıqla bölüşə bilirik, həm bizi çalışırlar ki, müxtəlif təcrübə proqramlarına yönləndirsinlər. Nə bilim, əgər tutaq ki, tədqiqat aparmaq istəyiriksə, buna çox, yəni demək olar bütün müəllimlərimdən bu barədə dəstək görmüşəm mən. Belə, yəni dəstəkləyici bir mühitdə müəllimlərimiz var. Nə gözəl. Ümumiyyətlə sən də belə deyək. Birinci kurs necə keçmişdi? Adaptasiya dövrü necə olmuşdu? Rahat idi yoxsa müəyyən tələbələr olur, çətinlik çəkirlər? Sən hansı tələbələr görürdün? Adaptasiyada çətinlik çəkirdim. Nəyə görə? Düzdür, hələ mən belə sosial insanam, yəni aktivəm, çox belə tez ünsiyyət qura bilirəm, mənə bu rahatdır, amma buna baxmayaraq çətinlik çəkirdim. Nəyə görə? Çünki təhsilin birincisi ingilis dilində olması artıq məni birinci kursda qorxutmağa başlamışdı. Ümumiyyətlə universitetdə bizdə adətən ümumiyyətlə tədbirlər, təlimlər ingilis dilində keçirilir. Müəllimlərimiz, əcnəbi müəllimlər də olur, əcnəbi tələbələr çox olur və yəni o mühitlərdə özümü çox narahat hiss edirdim. Və tələbə yoldaşlarımda da həmçinin bu qorxular var idi və ona görə də yəni necə deyərlər, həmin qorxunu bir-birimizə ötürürdük, həmin narahatlığı bir-birimizə ötürürdük. Yəni adi ingilis dili dərsində çətinlik çəkirik məsələn. Biz bunun davamında necə olacaq? Bu barədə yəni əməlli başlı çətinlik olurdu, amma belə tələbə yoldaşlarımla ünsiyyətdə o qədər də çətinlik çəkməmişəm. Düzdür, xüsusilə ilk vaxtlarda xatırlayıram, nə bilim birimizin ad günü olursa hamımız yığışırıq, həmin ad günü qeyd eləyirik. Bunlar çox yəni yaxşı bir-birimizə qaynamağımıza, münasibətimizin inkişafına təsir eləmişdi. Onun xaricində müəllimlərimiz də ilk başda yəni müəllimlərimizi də qorxurduq, yəni bu müəllimlərdən qorxu olur. Amma yavaş-yavaş müəllimləri də tanıdıqca bu da həll olmağa başladı. Yəni belə, yəni düşünürəm ki, bu bütün tələbələrin birinci kursda üzləşəcəyi problemdir, adaptasiya problemi. Bilmədiyin bir mühitə düşürsən, tanımadığın bir mühitə düşürsən, tanımadığın insanlar, amma yavaş-yavaş həll olur. Nə gözəl. Sizdə Xəzər Universiteti neçə korpusdan ibarətdir və dərslər arasında korpusu dəyişmək olur, yoxsa dərsləriniz yalnız bir korpusda keçirilir? Xəzər Universitetinin 4 və ya 5 korpusu olmalıdır. Nərimanov, Nizami, Bakıxanov, Neftçilər və s. Ümumiyyətlə əsasən ixtisas tələbələrini bir korpusda saxlayırlar. Məsələn, psixologiya ixtisası tələbələri sadəcə Neftçilər korpusunda olur. Buna baxmayaraq bəzi istisna fənlərimiz olurdu ki, biz Nərimanov korpusundan da gedirdik bunun üçün Nizami korpusuna da. Amma yəqin ki, bir gündə getmirdiniz də, fərqli günlərdə gedirsiniz. Çünki çətin olan Nərimanovdan Neftçilərə gedib tezdən qayıtmaq. Düzdür? Yoxsa onu necə tənzimləyirdilər? Əslində xatırlayıram keçən il idi. Bir gündə 2 fənimiz var idi ki, biri Neftçilər korpusunda idi, digəri Nizami, amma araya elə vaxt qoymuşdular ki, yəni biz rahatlıqla gedib digər korpusa çata bilirdik dərs. Okay.